Venezuela diktatoru Maduro'nun həbsi böyük bir rezonansa, siyasi təhlillərə, diskussiyalara səbəb olub. Diktatorlar üçün dərs axtaranlar var, demokratlar üçün qınaq edənlər var, solçuları tənqid edənlər var ki, niyə Maduronu dəstəkləyirlər, liberalları niyə bundan yaxşı nəticə çıxardıblar deyə qınayanlar var. Əslində bu hadisənin mahiyyətinə dair ortada siyasi dəyərlərə əsaslanan bir fakt yoxdur. Yəni ki, bu demokratiya uğrunda bir Maduro'ya qarşı hücum və ya yürüyüş deyil. Bu sadəcə olaraq Trump'ın özünə məxsus mənafeylərinə əsaslanaraq Amerikanın yaxınlığında olan və Amerikaya vaxtaşırı bəzi problemlər yaradan bir ölkənin rəhbərini sıradan çıxartmasıdır. Maduro diktatordur. Maduro seçkiləri saxtalaşdırıb, onlarla, yüzlərlə insanın ölümünə səbəb olub və onun beynəlxalq hüquqdakı yeri qeyri-legitim bir siyasi rəhbərdir. Və bu işin ayrı tərəfidir. Beynəlxalq hüquq varmı? Bu da işin bir ayrı tərəfidir. Beynəlxalq hüquq çoxdan yoxdur. SSR Əfqanistana girəndən yoxdur, ABŞ İraqa girəndən yoxdur. Beynəlxalq hüquq Rusiya Ukraynaya girəndən yoxdur. Beynəlxalq hüquq İsrailin və ABŞ-ın İranı bir tərəfli qaydada bombalamağından sonra yoxdur. Yəni bunlar qarşılıqlı şəkildə beynəlxalq hüquq onsuz da sıradan çıxarılıbdır. Yəni beynəlxalq hüquq yaradanlar 2-ci Dünya müharibəsinin nəticəsi olaraq onu yaradanlar onu sıradan çıxardıblar. Amma əziz dostlar, yaxın oturun görək bu Maduro hadisəsindən, Venezuela hadisəsindən həqiqətən də kimlər hansı dərsi çıxartmalıdır və tarixdən bu prosesə müqayisədə hansı dərsləri çıxartmaq olar. Və mən düşünürəm ki, çox önəmlidir ki, bu məsələnin Azərbaycanla bağlılığına baxaq görək. Bax, Azərbaycanla bağlı hansı problemlər var və hansı nəticələr çıxarılmalıdır. Biz diqqət yetirməliyik nəyə? Əvvəla, müasir cəmiyyətlərin gücünü biz hansı hadisələrdə gördük? 2008-ci ildə Rusiya və Gürcüstan arasında bir müharibə oldu. Gürcüstan balaca bir ölkə idi. Gürcüstanın bütün ordusu Rusiyanın bəlkə də bir Şimali Qafqaz ordu korpusu qədər deyildi. Amma Gürcüstan döyüşdü, bütün dünya onu müdafiə elədi. Demokratik dünya onu müdafiə elədi. Avropa ölkələrinin rəhbərləri gəldilər, Gəncə aeroportundan maşın yolu ilə, quru yolu ilə getdilər Gürcüstana, Gürcüstan rəhbərliyinə öz dəstəklərini bildirdilər. Çünki Gürcüstanda hava limanları təhlükəsiz deyildi. Və belə bir problem var idi. Amma Gürcü xalqı öz hökumətinin arxasında dayandı, öz dövlətinin arxasında dayandı, seçilmiş hökumətinin arxasında dayandı. Rusiya bu müharibədən irəliləyiş əldə edə bilmədi. O zaman deyirdilər ki, 6 avqustdakı mövqelərə qayıtmaq. Yəni, müharibə başlayan gündəki mövqelərə qayıtmaq və həmin mövqelərə qayıtmağa Rusiya məcbur oldu. Çünki Gürcü xalqı təslim olmadı. Gürcü xalqı təslim olsaydı, Saakashvilini Rusiya həbs eləyə bilsəydi və yaxud da öldürə bilsəydi, o zaman Rusiya məqsədinə çatacaqdı. Dünya üçündə ediləcək bir şey qalmayacaqdı. Ondan sonra proses başlayacaqdı ki, Rusiyanı Gürcüstandan necə çıxartmaq lazımdır. Orada Gürcüstanda hökuməti kim quracaq və s. və ilə axır. Yəni, bu hadisəni bir epizod kimi gözümüzün qarşısında saxlayaq. İkinci məsələ, Azərbaycan Ermənistana qarşı öz torpaqlarına əks əməliyyat hücum elədi və bu əks hücum vaxtı Azərbaycan xalqının monolitliyi Azərbaycan hökumətinin seçki saxtakarlığını yaddan çıxartdı. Çünki bu torpaq məsələsində Azərbaycan xalqının və dövlətinin mövqeyi haqlı idi deyə Azərbaycanda torpaqlarını qoyub gəlmiş yüz minlərlə insan var idi və onların hekayəsi real, legitim hekayə idi deyə o real, legitim hekayə və bu xalqın torpaqların işğalı altında olmasına dözməməsi və bu prosesin həqiqiliyi, xalqın onun arxasında dayanması bir uğurla nəticələndi və Azərbaycan təzyiqlərin qarşısında dayana bildi.
O təzyiqlərin qarşısında dayanmağın yeganə gücü bundaydı ki, həm də bütün siyasi qüvvələr istisnasız Azərbaycanın haqlı mövqeyini müdafiə elədilər və Azərbaycanın bu müharibədəki haqlılığı legitimləşdi. İctimai, siyasi, hüquqi kontekstdə legitimləşdi. Yəni bütün cəmiyyət bu müharibənin arxasında olduğunu göstərdi. Bu çox önəmli faktor idi və Azərbaycanın qələbəsinin ən önəmli elementlərindən biri idi ki, bütün cəmiyyət toplu şəkildə bütün elementləri ilə çox cüzi, bəlkə də milyonda bir istisnalara çıxmaq şərti ilə bu müharibəni dəstəkləyirdi. Hətta dəstəkləməyən hissə belə, ki, müharibə əleyhdarları olanlar belə bu müzakirələrin yaranmasına səbəb oldular, müharibə müzakirələrinin və yenə də Azərbaycanın mövqeyinin haqlılığına xidmət elədilər. Yəni o diskussiyanın olması belə, novarçılıq diskussiyasının olması belə bu prosesdə Azərbaycanın əleyhinə işləmədi. Bu tip şəxslərin də olması cəmiyyət üçün çox vacibdir və çox önəmlidir. Yəni hər kəsin eyni şəkildə düşünməsi və eyni qəlbdən çıxış eləməsi, gözləntisi və siyasəti yanlışdır. Təbii ki, müharibə gedişində də o görsəndi ki, o cür diskussiya Azərbaycanın xeyrinə oldu. Və sonradan o adamların cəzalandırılması əlbəttə ki, səhv idi. Bugün də o adamların cəzalandırılması səhvdir. Adamlar mütləq cəmiyyətin içərisində olmalıdırlar və o həqiqi diskussiyanın getməsində töhfələrini verməlidirlər. Ukraynaya Rusiya hücum elədi və Rusiyanın hücumu iki dəfə olubdur. Birincisi Yanukoviç hökumətindən Paraşenko hökumətinə keçid olunan vaxtı və bu zamanki boşluqdan Rusiya istifadə elədi. Ukraynanın bəzi ərazilərini tutdu. İkinci cəhddə isə 22-ci ildə Rusiya hücum elədi və 3 günə Ukraynanı alacağını düşünürdü. Düşünürdü ki, Kiyev alacaq və Zelenskini həbs eləyəcək, hakimiyyəti ələ keçirdəcək. Bu düşüncə hardan gəlirdi? Bu düşüncə ondan irəli gəlirdi ki, Putin də düşünür ki, Zelenskinin də ölkəsindəki dayaqları Putinin öz ölkəsində olan dayaqları kimidir. Yəni elitanı sıradan çıxartdın, hərbçiləri sıradan çıxartdın, xalq da onsuz da istəmir, xalqın seçməsi anlayışını və arxasında durması anlayışını Putin başa düşmür. O istəmir, başa düşmür belə bir şey. Deyir ki, o nə deməkdir ki, onsuz da legitim şey götürdün, elitanı götürdün, xalq təslim olacaq. Amma buradakı reallıq nə idi? Ukrayna hakimiyyəti hüquqi və siyasi baxımdan legitim olduğuna görə Rusiya orada məğlubiyyətə uğradı. Rusiyanın orada gücü işləmədi. Çünki Rusiya məcbur şəkildə adamları yığır küçədən, bazardan, nə bilim, universitetdən, deyir gedin ölün başqalarının torpaqlarında, mənim siyasi maraqlarıma görə. Orada isə insanlar öz seçdikləri hakimiyyəti qoruyurlar, öz vətənlərini və torpaqlarını qoruyurlar və özlərinin seçdikləri siyasi dəyəri qoruyurlar. Bu legitimlik çox önəmlidir. Özlərinin seçdikləri siyasi dəyəri qorumaq cəmiyyət üçün çox önəmlidir və o siyasi dəyər uğrunda da Ukraynalılar döyüşürlər və Rusiya 3 ildən də artıqdır ki, fevral ayında 3 ildən artıq olacaq. Orada o bataqlıqda, Ukrayna bataqlıqlarında Rusiya batmaqdadır. Yəni bu çox önəmli bir məsələdir. Çox önəmli bir məsələdir. Yəni Ukraynanın siyasi sistemi dəyişdirə bilməsi, Ukrayna siyasi düşüncəsinin cəmiyyətə sirayət eləməsi, demokratik siyasi düşüncənin cəmiyyətə sirayət eləməsi böyük bir Ukrayna müqavimətinin nümunəsini yaratdı. Maduro 3 saata təslim oldu. Saddam Hüseyn də bir neçə günə təslim olmuşdu. Əslində niyə belə olur? Çünki xalqdan dayağı olmayan sistemlər belə olurlar. Onu mərkəzdən zərbə endirilən kimi xalq onsuz da orada iştirak eləmir. Xalq onu özündən bilmir. Bir nümunə deyim sizə. Bax, İranda xalq etirazları başlayıb. Bundan qabaq İsrail İranı bombaladı. Nə söhbətlər gedir? Politologlar arasında gedən ən ciddi diskussiya bundan ibarətdir ki, nə olacaq ki, onsuz da bir hakimiyyət rəhbərliyi vurulacaq və onsuz da xalq onları dəstəkləmir. Xalq yeni hakimiyyətini formalaşdıracaq. Yeni siyasi rejimi formalaşdıracaq. Yəni buradakı bütün təhlillər ondan ibarətdir ki, xalqın yeni siyasi rejimini və hakimiyyətini formalaşdırmağa maneə indiki siyasi elitadır.
O elitada da 5-6 adamı sıradan çıxartdın, xalq öz işini görəcək. Yəni bax, xalqın rejimi müdafiə eləyəcəyinə dair heç bir fikir, argumentasiya səslənmir. Deyirlər ki, bir qrup tutaq ki, dindar elita var, biraz sepah elitası var, ola hərbi dindar inqilab keşikçiləri korpusu. Onlar da sıradan çıxarılacaq, artıq xalq öz legitim hökumətin quracaq, öz legitim sistemin quracaq. Yəni İranla bağlı da belədir vəziyyət. Bizim siyasətçilərimiz, hökumət nümayəndələri tez-tez deyirlər ki, xüsusilə bizə Rusiyadan təhlükə var, Rusiya ilə İranın arasında və s. və s. İndi siz təsəvvür eləyin ki, Rusiyadan Azərbaycana belə bir təhlükə varsa, 44 günlük müharibə dövründəki ictimai siyasi konsolidasiyanı təşkil etmək mümkün olacaqmı? Çünki xalq yaxın tarixdə çox ciddi bir məyusluq yaşayır. Yəni 44 günlük müharibədən sonra xalq gözləyirdi ki, belə fikirlər də çox geniş yayılırdı ki, demokratik biraz açılma olacaq, ictimai siyasi mühitdə durulma olacaq, repressiyalar azalacaq, sosial-iqtisadi vəziyyət düzələcək, Qarabağda və torpaqlar vətəndaşlara paylanacaq, yəni Qarabağdan qaçqın düşən insanlara, əkin, biçin, təsərrüfat və s. həyat şəraiti dəyişəcək, ölkənin ümumi iqtisadi dəyəri artacaq. Amma bunların heç biri olmadı. Əvəzində nə baş verdi? Əvəzində cərimələr artdı, əvəzində repressiyalar şiddətləndi və bütün bunların hamısı gətirib ona çıxartdı ki, əziz dostlar, xalq məyus oldu. Məyus oldu. Və hansı ki bir qrup var idi, o qrup deyirdi ki, bu hökumətə heç bir dəstək vermək olmaz, axırda nəticəsi pis olacaq. O qrup yenidən fəallaşır və deyir ki, görürsünüz biz deyirdik və düz çıxdı dediklərimiz. Dedikləri də düz çıxdı. Onların dedikləri düz çıxdı. Onların dediklərinin düz çıxmağının səbəbi hökumətin apardığı siyasətdir. O insanlar da ziyalı insanlardılar. O insanlar da hökuməti təhlil edirlər, onun siyasətini təhlil edirlər və intuitiv olaraq görürlər ki, hökumətin islahat aparmaq kimi bir fikri yoxdur. Hökumət cəmiyyəti manipulyasiya edir. Yəni daha ciddi bir risk amili bugün qarşıdadır. O nədir? Rusiya Ukrayna ilə müharibəni ya hansısa bir şəkildə belə deyək, neytralitetlə bitirsə və yaxud da orada qələbə qazansa, Rusiyanın nisbi və ya mütləq üstünlüyü ilə qutarsa, hansısa bir şəkildə Rusiyanın Qafqaza yenidən iştahı yaransa ki, Qafqazla bağlı Rusiya xeyli qəzəblidir, xüsusilə Ermənistanla bağlı xeyli qəzəblidir, Azərbaycanla münasibətləri xeyli gərginləşib. Yəni, belə bir şəraitdə xalq necə konsolidasiya olunacaq? Necə qorunacaq? Yəni, Rusiya Azərbaycanda hansısa bir şəkildə belə bir plan həyata keçirmək istəsə, bunun qarşısını almağın yolu nədir? Mən düşünürəm ki, bu Venezuela məsələsini də, İrandan bağlı edən söz söhbətləri də, 2008-ci il Gürcüstan-Rusiya müharibəsini də, Ukrayna-Rusiya müharibəsini də, hamısını təhlil eləyəndə gözümüzün qabağına belə bir mənzərə gəlir ki, Azərbaycanda ciddi parlamentar islahat olmalıdır. İlkin mərhələ kimi bələdiyyələr və parlament seçkiləri keçirilməlidir. Repressiyalar, siyasi məhbuslar məsələsi sürətlə həll olmalıdır. Sürətlə həll olmalıdır. Müxalifətə qarşı, müxalifət liderlərinə qarşı, xalq cəhbəsinə qarşı, onun sədrinə qarşı olan ittihamlar, məsələlər, bunlar sürətlə həllini tapmalıdır. Və onun əvəzində parlament seçkiləri keçirilməlidir. Azərbaycan parlamenti xalq təmsilçiliyini hesabına formalaşmalıdır. Və xalq təmsilçiliyin hesabına formalaşan bir parlamentlə yalnız biz bu cür risklərin qarşısını ala bilərik. Sonraki məsələlər sonranın məsələsidir. Amma ilk növbədə bir halda ki, dünyada beynəlxalq nizam yoxdur, beynəlxalq hüquq işləmir və kimin gücü çatırsa, gücü çatdığı tərəfi sıradan çıxartmağa çalışır və buna nail olur. Biz ki, İran və Rusiya kimi aqressiv qonşuların arasındayıq, o zaman biz xalqı siyasi proseslərə mütləq cəlb eləməliyik. Və bu məsələdə ən önəmli addım parlament və bələdiyyə məsələsini həll eləməkdir. Parlament və bələdiyyə məsələsini həll edəndən sonra burada heç olmasa
heç olmasa siyasətə cəmiyyətin münasibətini dəyişmək və dövləti, cəmiyyətin bütövlüyünü qorumaq istiqamətində müəyyən bir əyləşdirə nail olmaq mümkündür. Mən düşünürəm ki, bu resept qaçılmaz reseptdir və bu istiqamətdə düşünmək lazımdır. Cəmiyyəti yumuşaltmaq lazımdır. Aqressiyanı azaltmaq lazımdır. Münasibətləri yumuşaltmaq lazımdır. Bu hamıya lazımdır. İqtidara da lazımdır, müxalifətə də lazımdır. İqtidara ona görə lazımdır ki, dünyadakı hazırki nizam çox təhlükəlidir. Kimin kimə nə vaxt hücum edəcəyini bilmək mümkün deyil. Müxalifətə ona görə lazımdır ki, müxalifət uzun sürən repressiyaların altında artıq xeyli dərəcədə belə deyək, sıxışdırılmış vəziyyətdədir və belə olan halda cəmiyyətlə ünsiyyət problemə çevrilir. Bu da daha radikal qüvvələrin, siyasətdən kənar qüvvələrin meydana çıxmasına gətirib çıxardır ki, bu cəmiyyət üçün bütövlükdə təhlükəlidir, xüsusilə bu siyasətdə marağı olan qüvvələr üçün xeyli dərəcədə təhlükəlidir. Ancaq hamının maraq və mənafeyi ona gətirib, onu tələb eləyir ki, sürətlə bu proses getməlidir, cəmiyyətdə yumuşalma olmalıdır, iqtidar və müxalifətin, bütün cəmiyyətin, qocanın, cavanın, uşağın, böyüyün maraqları tələb eləyir ki, bələdiyyələrdən, parlamentdən başlamış bir islahat prosesi başlamalıdır və bu islahat prosesi sosial ədalətə əsaslanan, sosial təmsilçiliyə əsaslanan proqramı özündə ehtiva eləməlidir. Cəmiyyətin siyasətə və ümumi mənafelərə olan münasibəti dəyişməlidir. Əgər siz də bu fikirlərlə razısınız dostlar, bu videonu bəyənin, paylaşın ki, daha çox insan izləyə bilsin. Sağ olun, sağlıqla qalın.